Salam hörmətli izləyicilər. Sovet hökuməti mövcud olduğu 70 il ərzində ən çox fikir verdiyi sahə atom nüvə sahəsi olmuşdu. Belə ki, 1943-cü ildə Stalinin əmri ilə bu sahəyə rəhbərlik o vaxtki SSR-nin Xarici İşlər Naziri vəzifəsində işləmiş Vyacheslav Molotova həvalə olunur. Lakin 1944-cü ildə SSR Müdafiə Komitəsinin qərarı ilə bu işə rəhbərlik Beriyaya həvalə olunur. Beriya bu sahədə bəzi qadağalar tətbiq eləyir. Onu da buna məcbur eləyən səbəb var idi. Çünki o dövrdə SSR-nin 2 nüvə alimi, atom üzrə çalışan alimi avtoqəziyə düşmüşdü. Ona görə də Beriya məcbur oldu ki, bəzi qadağalar tətbiq eləsin. Belə ki, həmin alimlərə nə şəxsi maşınları, nə də xidməti maşınları idarə etməyə icazə verilmedi. Qadağalar qoyulmuşdu və onlara xüsusi təcrübəli sürücülər ayrılmışdı və həmin sürücülərə xəbərdarlıq edilmişdi ki, əgər sükan arxasında həmin alimləri görsələr, həmin sürücülər cinayət məsuliyyətinə cəlb olunacaq. İkinci bir qadağa isə həm məzuniyyət dövründə, həm ezamiyyətdə olduğu dövrdə həmin nüvə alimlərini, atom alimlərini təyyarədə uçmaqları qadağan idi. Bunlara baxmayaraq, həmin nüvə sahəsində çalışan alimlərin dövlət tərəfindən təminatı da yaxşı idi. Bağ evləri, mənzillər, geyimləri, ərzaqları, hətta ailə üzvlərinin hər bir problemini dövlət tərəfindən təmin olunurdu və onlara deməli bəzi imtiyazlar da var idi. Çünki bu iş çox məxfi idi. Hətta ayrılan maşınlar, ayrılan yanacaqlar, müəyyən sənədlər də çox məxfi, gizli saxlanılırdı. Lakin bunlara baxmayaraq, onlar üçün üçüncü bir qadağa da gəldi. Yəni alimlər bunu narazılıqla qarşıladılar. Belə ki, deməli, onları fiziki təsirlərdən qorumaq üçün onlara mühafizəçilər də ayırdılar. Lakin bu da alimlərin o qədər də xoşuna gəlmədi. Öz fikirlərini bildirdilər. Lakin mənə elə gəlir ki, elə Beriyanın bu qadağaları deməli, əbəs yerə deyildi. Həqiqətən də nüvə alimlərini qorumaq lazım idi ki, onlara sui-qəsdlər ola bilərdi. Bu da SSR-nin deməli, qoyduğu qadağalardan biridir. Belə məlumatlar adətən, hörmətli izləyicilər, bir müddət gizlin saxlanılır. Lakin vaxt keçdikdən sonra həmin məlumatların üzərində məxfilik deyilən bir şey var. O götürüləndən sonra artıq bütün dünyaya, bütün mətbuata açıq olur. Yəni bu haqda məlumatlar verilir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.